380 manat aldığım əmək haqqının qarşılığında 2 uşağım var. 2 uşağın heç bir hazırlığını göndərə bilmirəm və məktəb ləvazimatını ala bilmirəm. 380 manat aldığım əmək haqqının qarşılığında da ailəmi dolandıra bilmirəm. 44 günlük Vətən müharibəsi qazisi Zahir Mirzəyev Kanal 21 vasitəsilə ölkə başçısı cənab Prezident İlham Əliyevə və Təhsil naziri Emin Əmrullayevə müraciət edib. O bildirib ki, həyat yoldaşı Rəvani Şükürova Goranboy rayonunun Yuxarı Ağca kənd qəsəbəsində yerləşən 5 saylı tam orta məktəbdə katibi vəzifəsində çalışıb. Lakin 27 avqust 2025-ci ildə Goranboy rayon Aşağı Ağca kənd qəsəbəsində yerləşən Təhsil şöbəsinin direktoru Rızvan bəy ona həyat yoldaşının işinin ixtisara düşdüyünü bildirib. Mən Mirzəyev Zahir Müslümoğlu, 44 günlük Vətən müharibəsinin qazisiyəm. Mən buradan bir qazi kimi üzümü tutub cənab Ali Başkomandana müraciət edirəm. Hörmətli cənab Ali Başkomandam, hörmətli cənab prezidentim, hörmətli Mehriban xanım. Biz qazilər bilirik ki, siz hər zaman şəhid ailələrinin yanındasınız, biz qazilərin yanındasınız. Hörmətli cənab prezidentim, bir qazi kimi üzümü tutub sizə müraciət edirəm ki, mənim səsimə səs verəsiniz. Mənim yoldaşım Şükürova Rəvanə Goranboy rayon Yuxarı Ağzakət qəsəbəsində yerləşən 5 saylı tam orta məktəbdə Zamanova Mətənət xanımında katibə işləyirdi. 2025-ci ilin avqust ayının 27-sində Goranboy rayon Aşağı Ağzakət qəsəbəsində yerləşən Təhsil şöbəsinin direktoru İrizvan müəllim bizə bildirdi ki, Şükürova Rəvanənin işi ixtisara düşüb. Hörmətli Təhsil naziri, bir qazi kimi üzümü tutub sizə müraciət edirəm ki, mənim yoldaşım Şükürova Rəvanənin yenidən işə qayıtmağına köməkdarlıq eləyəsiniz. Qazinin sözlərinə görə, hazırda o 380 manat müavinət alır. Lakin bu məbləğ ailənin dolanışığı üçün kifayət etmir. Bu səbəbdən o həyat yoldaşının işinin bərpa olunmasını tələb edir və aidiyyəti qurumlardan məsələyə dəstək göstərilməsini xahiş edir. Hörmətli dövlət qurumları, bir qazi kimi üzümü tutub sizə müraciət edirəm ki, mənim yoldaşım Şükürova Rəvanənin yenidən işlə təmin olunmasına kömək edəsiniz. Mənim özüm aldığım 380 manat əmək haqqı alıram. 380 manat aldığım əmək haqqının qarşılığında 2 uşağım var. 2 uşağın heç bir hazırlığını göndərə bilmirəm və məktəb ləvazimatını ala bilmirəm. 380 manat aldığım əmək haqqının qarşılığında da ailəmi dolandıra bilmirəm. Hörmətli dövlət qurumları, hörmətli Təhsil naziri, bir qazi kimi üzümü tutub sizə müraciət edirəm. Mənə dəstək olun, mənə kömək olun. Hörmətli Ali Başkomandam, bir qazi kimi üzümü tutub sizə müraciət edirəm ki, mənim yoldaşım Şükürova Rəvanənin yenidən işə qayıtmağına köməkdarlıq eləyəsiniz. Bütün dövlət qurumlarından kömək istəyirəm. İnşallah səsimə səs verərlər, yoldaşım yenə də işlə təmin olunar.